Yusuf heç kəsə xəyanət etmək istəmirdi. Günah etməkdənsə zindana düşməyi üstün tuturdu. Elə ona görə də əllərini açıb Rəbbinə dua etdi. Qadınların hiləsindən onu qurtarmasını istədi. Allah da onun duasını qəbul etdi. Günlərin bir günü vəzirin xanımı vəzirə belə dedi: Cəmaət mənimlə Yusuf haqqında dedikodular yayır, pis sözlər danışır. Artıq bu eşitdiklərimə dözə bilmirəm. Buna son qoymaq üçün isə ən doğru qərar Yusufu zindana atmaqdır. İnsanlar bu zaman mənim deyil, Yusufun günahkar olduğunu düşünəcəklər. Vəzir çıxılmaz vəziyyətdə qalmışdı. Yusufun günahsız olduğuna əmin idi. Çünki onu yaxşı tanıyırdı. Vəzir məcbur olub günahsız Yusufu zindana saldırdı. Allah Yusufu günaha batmaqdan qorudu. Beləliklə Yusuf zindana atıldı. Bura Yusuf üçün əsl məktəb idi. Zindandaykən Allah ona peyğəmbərlik verdi. Yusuf peyğəmbər zindanda olan məhkumlara Allahın varlığı və təkliyi barədə söyləyirdi. Onlara yalnız Allaha ibadət etmək lazım olduğunu başa salırdı. Babaları İbrahimin, İshaqın dinini onlara öyrədirdi. Yusuf peyğəmbər qısa müddət ərzində zindanda hər kəs tərəfindən sevildi. Hamı onun elminə və əxlaqına heyran idi. Məhkumlar Yusuf peyğəmbərin söhbətlərini hər dəfə dinlədikdən sonra etdikləri günahlara görə peşman olurdular. Tövbə edib özlərini sanki yeni doğulmuş insan kimi hiss edirdilər. Qalan həyatlarını yaxşı insan kimi yaşayacaqlarına söz verirdilər. Allah Yusuf peyğəmbərə yuxu yozma elmini vermişdi. Onun yoza bilmədiyi yuxu yox idi. Yozduğu bütün yuxular düz çıxırdı. Yusuf peyğəmbərin olduğu zindanda 2 nəfər var idi. Bu 2 nəfərdən biri padşahı öldürmək üçün onun içkisini zəhərləmiş, padşah bundan xəbər tutmuşdu. Hələlik bu 2 nəfərdən kimin günahkar olduğu aşkar edilməmişdi. Ona görə də hər ikisi zindana atılmışdı. Günahkarın kim olduğu aşkara çıxdıqda onlardan biri edam edilməli, digəri isə azadlığa buraxılmalı idi. Günlərin bir günü onların hər ikisi gördükləri yuxunu Yusuf peyğəmbərə danışıb ondan yuxularını yozmasını istədilər. Onlardan biri: Mən yuxuda şərab üçün salxım-salxım üzüm sıxdığımı gördüm, dedi. Digəri isə: Mən yuxumda başımın üstündə quşların çörək yediyini gördüm, dedi. Yusuf peyğəmbər hər iki məhkumu dinlədi. Lakin onların yuxularını yozmağa tələsmədi. Əvvəlcə hər ikisini Allaha ibadət etməyə çağırdı. Rəbbimin mənə öyrətdikləri ilə yuxunuzun yozumunu sizə bildirərəm. Mən atalarım İbrahim, İshaq və Yaqubun yolu ilə gedirəm. Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı ilahlar yaxşıdır, yoxsa tək olan hər şeyə qalib gələn Allah? Allah yalnız ona ibadət etməyinizi buyurmuşdur, dedi. Beləliklə Yusuf peyğəmbər onlara doğru yolu başa saldıqdan sonra yuxularını yozmağa başladı. Ey dostlarım, danışdığınız yuxuların yozumu odur ki, biriniz zindandan çıxacaq və yenə də ağasına şərab içirdəcək. Digəriniz isə edam olunacaq və başını quşlar dimdikləyib yeyəcək, dedi. Aradan bir müddət keçdi. Yusuf peyğəmbərin yozduğu yuxular Çin oldu. Məhkumlardan biri edam edildi, digəri isə zindandan çıxdı. Yusuf peyğəmbər zindandan azad olan şəxsdən xahiş etdi ki, yuxu yoza bilmək bacarığı haqqında ağasına danışsın. O, söz versə də vədini unutdu və ağasına bu barədə heç nə danışmadı. Beləcə, Yusuf peyğəmbər bundan sonra 7 ildə zindanda qaldı.